Değerli və əziz, qızıl kimi zəngin olan, baxın, qoç bürcləri, hər birinizi salamlayıram. Sizinlər üçün mən may ayının proqnozunu oxuyacağım. 2026-cı ilin, yəni may ayının proqnozunu. Mayın birindən artıq dolu aydır. Bunu da söyleyeyim ki, dolu ay bu may ayında 2 dəfə olacaq. Biri ayın 1'i olacaq, biri də may ayının 31'i. Dolu ay odur ki, hər şeyin üstünün açılmasıdır. Gizli, sirli qalan işlərin üstünün açılması və illərlə hətta gizli, sirli qalan işlərin üstlərinin açılması anlamına gəlir çıxır bu dolu ay. Və qoçlar üçün 8-ci evdədir bu dolu ay. Söylədiyim kimi bu finans, pul, qazançdır. Ümumiyyətcə söyləyirəm yenə də, qoçlar çox pul qazana bilər bu ayda. Çox qazanç gəlir. Bu 4-cü aydan başlayıb artıq qoçlar üçün. Və bu ayda sizin üçün çox bərəkətli olacaq bu ay. Çox imkanlar olacaq. Yaxşı pullar qazanarsınız. Özgə yad pullar. Yad pullar nədir? Alimentlərdir. Aliment, alınan aliment və yaxud hansısa dost, hansısa bir bildiyiniz, tanıdığınız adam sizə yardım, kömək edər. Pul hədiyyə edər və yaxud investor olar. Sizə sponsor çıxar. Ola bilər sizə kimsə bir insan çıxar qarşınıza, hansı ki həyatının sonuna dək sizə dəstək olar. Həm maddi, həm mənəvi. Kreditlərin ödənilməsi çıxır sizlərə, kreditlərin bitməsi, kiminin zalogda, lombardda əgər qızılları varsa və yaxud pulları varsa, kredit ödəyirsə, yəni pulu kredit ödəyirsə, bunlardan qurtula bilərsiniz, ola bilər böyük bir miqdarını verib qurtararsınız. Borclardan qurtarmaq çıxır. Çünki mayın 4'ü Merkuridir. Merkuri bilikdir, savaddır. Ola bilər bir qrup qoçlar hansısa bir, məsəl üçün bəziləri yazılar işlə əlaqədar qruplara, xaricə gedərsiniz işlə əlaqədar və yaxud hansısa qruplara qoşularsınız və yaxud ola bilər təhsillə əlaqədar, təhsil yerində işləyirsiniz bəlkə də. Bəlkə siz övladlarınızı harasa yazdırarsınız, oxuzdurmağa gedib gələrsiniz, pul xərcləyirsiniz. Məsələn, 100 manat qoyarsınız, 300-500 manat əvəzində götürərsiniz və yaxud kiməsə pul verərsiniz borc. Amma bunu da deyim ki, söyleyeyim, borc verəndə həftənin tək günü verin, cüt günü yox, siz qoçlar üçün. Və çalışın altdan sonrayı sallayın. Həm də 8-ci ev intimdir, münasibətdir. Ola bilər siz həyatınıza intim, həyatınıza kimisə salarsınız. Sevgiliniz olar, yeni partnyorunuz olar. Hətta mühəbbət uçbucağı çıxır. Ola bilər siz kimisə sevirsiniz, o sizi sevmir. Məsəl üçün, sizin sevmədiyiniz insan sizi sevir. Xəbər alarsınız, xəbər tutarsınız ki, filan kəs də sizi sevirdi. Yəni burada mühəbbət uçbucağı yaranlar. Filan kəsdən də başqa sizi sevən var, istəyən var. Fikri ciddidir bu kimi. 6 mayda da Plutondur. Pluton transformasiyadır. Bir yerdən digər yerə həm də keçid. Yəni belə başa salım qısaca. Bu Pluton ayın 6'sından dayanır və artıq retrograsiya tərsinə fırlanır. Belə söyleyeyim sizə. 16 oktyabra qədər və bu müddətdə ola bilər hansısa işləriniz dayanar. Yəni pul, maddiyyat yox. Hansısa işləri təxirə salarsınız. Məsəl üçün tutaq ki, əməliyyata getmək istəyirdiniz. Onu salarsınız 16'sından sonra, o vaxtacan da uzanar. Və yaxud hansısa işi sizə təklif edərlər, 16'sına qədər uzanar və yaxud da ki, ola bilsin, kimdənsə xəbər almaq istəyirsiniz, kimdənsə bir xəbər gözləyirsiniz, amma əslində o sizə vermək istəyir o xəbəri, sizə ismarı çatdırmaq istəyir, amma alınmır. 16'sından sonraya qalır. Ayın sonuna qədər qoçlarda finans, pul, maddiyyat çox yaxşı çıxır. Dəyərli qoçlar, ümumiyyətcə 22'si günəşlə ay toqquşmasında, birləşməsində bu çox gözəl vəziyyətdir. Yenə də nəsə yaxşı xəbər eşidə bilərsiniz, yaxşı gözlənilməz bir hadisə olar, yaxşı mənada. Amma unutmayaq ki, dolu ayda hər şey aydınlığa gətirər. Dolu ay hətta baxın bu may ayında 2 dəfəyə düşür. Yəni yalan, gizli, sirli qalan nələrin üstü açılar. Mütləq açılar. Hətta itirdiyiniz əşyanı belə tapa bilərsiniz. Ola bilər bir neçə zaman öncə ya qızıl, ziynət, ya nəsə bir şey itirmişsiniz, onu tapmış olarsınız.